Gəlin bugün sizinlə maraqlı şouların məkanı olan sirk dünyasının pərdə arxasıyla yaxından tanış olaq. Bakı Dövlət Sirkinin Yeni İl Karvanı adlı şou proqramı çərçivəsində tamaşaçılar nəfəs kəsən akrobatik nömrələrə, heyrətamiz illüziya şoularına və hər yaş qrupu üçün nəzərdə tutulan əyləncəli səhnələrə şahidlik edirlər. Bu diqqət çəkən çıxışların məşq prosesini birlikdə izləyək. O prosesin özünü görürsünüz. Burada hər bir incəlik, musiqinin, səsin uyğunlaşması, kadr arxası, bütün proseslərin sinkron getməsi üçün görürsünüz ki, gedişatda artistlərimiz çox çalışırlar ki, maraqlı bir hekayə alınsın. Biz tamaşaçılarımızı həm təəccübləndirək, həm də sevindirək. Xüsusi proqramda müxtəlif ölkələri təmsil edən sirk sənəti ustaları həm ənənəvi, həm də müasir nömrələrlə çıxış edirlər. Mən pəhləvanam. Mənim nömrəm fiziki güc tələb edir. Bu dəfəki nömrəm fərqli və maraqlı olduğu üçün Bakı tamaşaçılarını təəccübləndirəcəyimi düşünürəm. İllər əvvəl burada olmuşam. Bakı tamaşaçılarını da çox sevirəm. Mən isə Amerikada anadan olmuşam. Valideynlərim də sirk ustasıdır. Hazırda burada olmaqdan çox məmnunam. Bu şou üçünsə çox həyecanlıyam. Bu motor şounu Çilidə də çox bəyənirlər. Bu janr təhlükəli və adrenalin dolu olması ilə seçilir. Bütün qorxulu məqamlara baxmayaraq, tamaşaçılara belə bir nömrə təqdim etməkdən zövq alıram. Ona görə də hər kəsi bu şounu izləməyə dəvət edirəm. Bu motoşou yüzlərlə təkrardan sonra tamaşaçıların qarşısına çıxır. Hər hərəkət və təhlükə addım-addım hesablanır. Buradakı hər detal tamaşaçının hisslərinə birbaşa təsir edir. Bu akrobatik hava nömrəsində akrobat xanım saçları ilə cazibə qüvvəsinə meydan oxuyur. Elə buna görə də tamaşaçılarda sözün əsl mənasında nəfəs kəsən təəssürat yaradır. Eyni zamanda bu nömrə ciddi təhlükəsizlik qaydaları ilə müşayiət olunur. Şounun uğurlu nəticəsinin əsas səbəbi isə böyük zəhmət tələb edən məşq prosesidir. Maraqlı sirk tamaşası yanvarın 11-nə dək davam edəcək. Röya Salmanova, Emin Tağıyev, Telesəhər.